Azərbaycanda talışlar üçün yeni təhsil platforması yaratmaq üzərində işləyirik. Bu alternativ bir təhsil platforması olacaq və Talış və Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu həmçinin Azərbaycan təhsilini xoşlamayan, bunun köhnəlliyini hesab edən insanlar üçün də bir alternativ olacaq. Bu haqda əvvəl də danışmışdım. Həmçinin bunun haqqında işlər getdiyini demişdim, amma artıq bunun ilk mərhələsi bu prosesin ilk mərhələsi tamamlanmaq üzrədir və biz tədricən artıq irəli gedirik və bu sahədə kitablar yaradılacaq, həm talış dili, həm tarix kitabı, həm riyaziyyat, həm də başqa formalarda. Həmçinin bu dərsliklər dünyadakı müasir metodlara uyğun aparılacaq. Yəni Azərbaycan təhsili hələ də Sovet təhsili üzərindədir. Yəni burada yenilənmələr getməyibdir, yeni metodlardan istifadə edilməyibdir. Amma bizim təklif etdiyimiz təhsil nəinki talış dilində olmaq, yəni talışları bura inteqrasiya etmək üçün yox, həmçinin yeni metodlardan istifadə etmək üçündür, Azərbaycandakı köhnə metodlardan can qurtarmaq üçündür. Və burada ilkin mərhələ olaraq Azərbaycan dilli talışların tədricən talış sektoruna yönəldilməsi, daha sonra talışların özünün, talış dilli təbəqənin tədricən öz dilini mükəmməlləşdirməsi və ardınca isə həm İran dilli, yəni fars dilli, həm də rus dilli talışların tədricən bizim sistemə inteqrasiyasını təmin etmək üçün bu proses aparılacaq. Təhsil platforması özündə heç bir siyasi şuur daşımayacaq, yəni burada hansısa bir siyasətdən söhbət gedə bilməz, hansısa bir günümüzün siyasi proseslərinin ora hər hansısa bir dərəcədə qatılmağı olmayacaq. Bu neytral bir mövqedə olacaq. Təbii ki, tarixi biz göstərdiyimiz zaman bu Azərbaycandakıların xoşuna gəlməyə bilər, bunu siyasi hesab edə bilərlər, bu öz işləridir. Yəni biz siyasətdən də qorxmuruq, onu da deyim sizə, sadəcə təhsil platformasını mümkün qədər neytral formada qurmağa çalışırıq. Bu metodologiyanın bir növüdür. Bu bizim metodların bir növüdür və təhsil platforması mənə elə gəlir ki, həmişə neytral bir mövqedə olmalıdır. Azərbaycandakı təhsil platforması həmişə hakimiyyət yönlü olub. Amma biz belə bir propagandanı qurmaq istəmirik özümüz üçün. Nə hakimiyyət yönlü, nə özümüzə tamamən tərəf çəkir hər şey. Mən düşünürəm ki, uşaqların beyninə bu yaşda siyasət eritmək düzgün olmaz. Amma tarix məsələsində biz prinsipial olacağıq. Yəni, tariximiz tarixdir. Burada kimin xoşuna gəlir, gəlmir, bu məsələ dəqiq olaraq bizim ürəyimiz istəyən kimi olacaq, bizim tarixi gördüyümüz kimi olacaq. Digər məsələlərdə isə təkcə talış dili kitabının yaradılması ilə kifayətlənməyəcəyik. Bura ədəbiyyat, riyaziyyat, digər təbiət elmləri, biologiya və digər elm sahələri də aid olacaq. Və bu onlayn platforma üzərindən verilə biləcək. Bu YouTube-da ola bilər gələcəkdə, bu Udemy-də ola bilər, hər hansısa bir digər təhsil platformaları da ola bilər. Bu haqda ilə də müzakirəmiz gedir ki, hansı daha uyğundur, amma əl satımlı olacaq. Yəni, hər kəsin girib pulsuz istifadə edə biləcəyi bir platforma olacaq. Həmçinin Azərbaycanda talış olan və ya olmayan digər insanlara da üzümü tutub demək istəyirəm ki, əgər bu məsələdə iştirak etmək istəyirsinizsə, xeyir vermək istəyirsinizsə, prosesə qoşula bilərsiniz. Çünki bizim müxtəlif elm sahələrində insanlara ehtiyacımız var. İlk dəfədir ki, belə bir məsələ ortaya atılır. Yəni, son 100 ildə ilk dəfədir. Sonuncu dəfə 1926-cı ildə talış dilində elmi kitablar işlənilib, məktəbli daha doğrusu kitablar işlənilib. Bura fizika, riyaziyyat, həndəsə və digər bölmələr aid idi, həmçinin talış dilinin özü, amma ondan bu yana heç bir yenilik yoxdur. Yəni, dünyada bu qədər dəyişim olub bütün elmlərdə, amma bizim elmi kitablarımız işlənməyib. Və burada terminologiya və digər məsələlərdə terminlərin işlədilməsi, hansı mövzuların aid edilməsi məsələsində ciddi boşluqlar var. Və bu boşluqları doldurmaq üçün təbii ki, bizim müxtəlif mütəxəssislərə ehtiyacımız var. Burada mükəmməl olmağa ehtiyac yoxdur. Yəni,
ilk dəfədir iş görürük, yəni bir məhsul ortaya qoymağa çalışacağıq. Burada dünyanın ən yaxşı məhsulunu ortaya qoyacaq deyə bir şey də yoxdur. Real yanaşmaq lazımdır. Yəni biz bunu pulsuz, öz könüllü şəkildə edirik. Bunu da nəzərə almalısınız. Amma bacardığımız qədər keyfiyyətli bir məhsul ortaya qoymağa çalışacağıq və ilbəil bunu keyfiyyətini yaxşılaşdıracağıq. Yəni Azərbaycan hakimiyyəti bizi sıxa bilər. Azərbaycanda talışlara aid pulu aparıb Suriyada, nə bilim başqa Qaqavuziyada falanda məktəblərə tökə bilər, orada məktəblər tikə bilər. Bizim məktəblər hamısı dağılır talışda. Elə Azərbaycanlıların yaşadığı yerdə başqa cür deyil, onların da məktəbləri pis gündədir. Amma biz yeni bir alternativ gətirəcəyik. Yəni bizim qabağımızı heç kim almayıb ki, biz yeni bir alternativ gətirək və təhsil sistemi gətirək və Azərbaycandakı təhsil sistemindən rəqabətli yaradaq. Və yenə deyirəm, bu həmçinin Azərbaycanlıların özünə də xeyirli bir proses olacaq. Yəni onlar yeni təhsil metodları görəcəklər. Həmçinin bəzi dərsliklər bizdə, xüsusən də tarix və talış dili həm də Azərbaycanlılar üçün açıq olacaq, Azərbaycan dilində olacaq və onlar da öz biliklərini genişləndirə bilər, yeni metodları görə bilər, həmin uşaqlar da, onların valideynləri də və özləri də köməklərini bizə edə bilərlər. Yəni biz onların da köməyindən imtina etməyəcəyik. Biz Azərbaycanlıları da özümüzə yad saymırıq və burada onların da köməyindən istifadə olunacaq.